Şəhid Elvin Novruzovun anası Gülşən Novruzova əməliyyat olunub. Bu barədə Yeni Klinikanın sosial şəbəkə hesabında paylaşım olunub. O, xroniki böyrək çatışmazlığından əziyyət çəkən 23 yaşlı qızı Elvira Novruzovaya donor olub. Yeni Klinikada 5-ci dərəcəli xroniki böyrək çatışmazlığı diaqnozu ilə müraciət edən 23 yaşlı qadın xəstə uğurlu böyrək transplantasiyası əməliyyatı nəticəsində sağlamlığına qovuşub. Donor isə pasiyentin 45 yaşlı anası olub. Məlumata görə əməliyyat Cərrahiyyə və Transplantasiya Mərkəzinin rəhbəri cərrah transplantoloq Eldar Əhmədovun rəhbərliyi ilə ümumi cərrahlar Lalə İsmailova, Günay Allahverdiyeva və anestezioloq Mayıl Sadiyevin iştirakı ilə icra edilib. Donor üzərində laparoskopik üsulla həyata keçirilən əməliyyatdan və böyrək transplantasiyasından sonra hər iki pasiyentin vəziyyəti qənaətbəxş qiymətləndirilib. Hazırda müalicələri həkim nefroloqlar Cəbrayıl Cəbrayılov və Nərmin Ömərli, eləcə də transplantasiya üzrə koordinator İntizar Məmmədovanın nəzarəti altında davam etdirilir.